Əvvəllər televiziya kanallarında aparıcı kimi fəaliyyət göstərmiş Zəhra Quliyevanın sosial şəbəkələrdə aktivləşməsi onun şəxsi həyatını gündəmə gətirib. Doğru Xəbər Azərbaycan xəbər verir ki, Zəhra Quliyeva son paylaşımlarında terapiyalarla məşğul olduğunu nümayiş etdirir. Bununla əlaqəli tirajlanan xəbər mətnlərində də keçmiş aparıcı sabiq nazir Mədət Quliyevin xanımı kimi təqdim edilsə də, izləyicilər cütlüyün ailə münasibətlərinin bitdiyini, onların rəsmi şəkildə boşandıqlarını qeyd ediblər. Əldə etdiyimiz məlumata görə Zəhra Quliyeva və Mədət Quliyev bir müddət əvvəl ayrılıblar. Birgə nigahdan doğulan övladlar ana ilə qalır, Mədət Quliyev onların maddi təminatını tam şəkildə qarşılayır. Qeyd edək ki, general polkovnik Mədət Quliyev daha əvvəl Müdafiə Sənayesi Naziri vəzifəsində işləyib. O 2023-cü ildən Təhlükəsizlik Şurası katibinin müavini vəzifəsini icra edir. Zəhra Quliyeva Mədət Quliyevlə evliliklərinin bitməsi xəbərinə Instagramda belə reaksiya verib. O ayrılmalarını təksib etməsə də şəxsi həyatı ilə bağlı danışmaq istəmədiyini bildirib. Bugün Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevanın ad günüdür. Doğru Xəbər Azərbaycan bildirir ki, prezidentin gəlini Alena Əliyeva Arzu Əliyevanın ad günü ilə bağlı paylaşım edib. O Instagram hesabında birlikdə fotolarını paylaşaraq yazıb: "Əziz Arzu xanım, ad gününüz mübarək. Sizə can sağlığı, xoşbəxtlik və uğurlar arzulayıram.